Azərbaycan sərvəti gedir, bax, Azərbaycan qulları da burada işsiz oturublar. İş axtarırlar. Ariflər, kasıblar üçün deyə, sosa yardımı biz ala bilmirik. Deyə ancaq varlılar alacaq. Önüm belə krişalları, tip olanlar alır. O sosa yardım da ala bilmirik şu anda. Gedin yoxunu görün, işıq puluna nə qədər borcum var, qaz puluna. Bir yerində gəlim yox, 81-də 100-də 1. Nə ilə dolanır? Öz xəstə anam var valla pensiyası ilə. Bağçının qəbuluna yazılmışam 3 dəfə, bağçının qəbuluna. Mabisa nə olur sözü? Deyib get göyək. Onda bu kanların hamısı dəftər var, borçları var, verilir. Borca verilir, qalanlar durur ki Allah Teala sen özün yetir. Allah da hardan getirəcək? Üzr istəyirəm. Devletimiz deyir ki 98% iş yeri var. Atamın görək ki 10% iş yeri var. Millət acından qırılır. Yani bu oğruq da ondan yaranır, quldurluq da ondan yaranır. Bacıya xanətdə, qardaşa xanət. İş yeri olsa hamısız bayaba oğlandır. Gəlib işləyərlər. Devlətin payına düşmüş mülkiyyəti 1 manat bizə düşmür. Biz vətən xanıyıq.